Salam dəyərli izləyicilər, bugün sizinlə miniatür quş yuvası hazırlayacağım. İlk öncə bizə kardon lazım olacaq. Əlimdəki kardonda belə bir hazır kəsim var. Ona görə bundan istifadə elədim. İstəsəniz özünüz də sadə formada dairə kəsə bilərsiniz. Onu da demək istəyirəm ki, əvvəldən ölçü almaq vacib deyil. Məsələn, kənar hissələrdə biraz artıq kardon qaldı, sonradan da kəsmək olar. Dam hissədə kənarlardan boşluq var. Belə ağ kardonu çox kiçik kəsib yapışdırıram ki, həm səliqəli görünsün, eyni zamanda daha qalın olsun. İstəsəniz bunu yapışdırmaya da bilərsiniz. Ön hissəni də belə yarım dairə formasında kəsdim. Sadə düzbucaqlı da kəsmək olar. Daha maraqlı olsun deyə bu formada kəsdim. Daha sonra ön hissəyə əlavə çıxıntı kardon kəsəcəm. Yenə də hər dəfə qeyd edirəm, bunu etməyə də bilərsiniz. Yuvanı belə sadə formada da saxlamaq olar. Daha maraqlı görüntü üçün bunu etdim. Və ön kardonu boyamağa başlayıram. Kənar hissələr ağ olduğu üçün boyamayacağım. Əgər sizdə kənar hissələrdə kardon rənglidirsə, istəsəniz boyamaq olar. Mənim kənar hissə kardonlarım ağ rəngdə olduğu üçün ağ boya istifadə elədim. İstəsəniz çəhrayı, mavi və digər zövqünüzə oxşayan boyalardan istifadə eləyib quş yuvasını boyamaq olar. Əlimdə belə kiçik şəkillər var. Parlaq Oksford vərəqə çıxartmışam. Sadə rəngli vərəqə də çıxartmaq olar. Eyni zamanda bu şəkillərdən yumurtanın üzərində də istifadə eləmək olar. Hazır yapışdırmaq. Amma çalışın ki, yumurta üzərinə istifadə eləmək istəyirsinizsə, bacardığınız qədər nazik olsun ki, yapışdıra biləsiniz. Mən quyruq hissədəki tükü götürdüm. Yuvanın içində görünmür. Ona görə yan hissəyə yapışdıracağım. Çünki bu quşlar satışda bu formadadır. Yəni yan tərəfdə lələk olmur. Baş hissə, üst və ancaq quyruq hissə olur. Ona görə bu lələyi dəyərləndirmək istədim. Onsuz da yuvanın içində görünmürdü.
Daha sonra isə yuvanı yerləşdirmək üçün belə bir budağım var. Ondan istifadə eləyəcəm. İstəsəniz budağa yerləşdirmədən də, yəni səbət dekorunda istifadə eləmək istəyirsinizsə, birbaşa hansısa bir budağa, çəpərə yerləşdirmək olar. Əlavə olaraq altlıq hissəyə adi gülləçəyə yaxud yarpaq yapışdıra bilərsiniz ki, daha möhkəm olsun. Bu sadəcə budağın daha yaxşı yapışması üçündür. Ön hissəyə belə bir kiçik çəpərim var, onu da yerləşdirəcəm. Və kleyi birbaşa da vura bilərsiniz, tək-tək çubuqlara da vura bilərsiniz ki, kənardan görünməsin. Yuva üçün istənilən quru otdan istifadə edə bilərsiniz. Bu adi qarğıdalı saçağıdır. Daha doğrusu qarğıdalının baş hissəsindəki qurumuş sümbüldür. Qarğıdalı saçağı da olar, adi saman da olar və süni ot da olar. Otu yapışdırandan sonra üzərindən nə iləsə belə sıxın ki, yaxşı yapışsın. Bildiyiniz kimi quru ot kleyə tam yapışmır. Bir müddət əlinizlə saxlayın və belə 2 ədəd yumurtam var. Onu da yerləşdirəcəm. Çalışın yumurtaların ölçüsü kiçik olsun. Əlimdə olanlar bunlar idi. Bundan da kiçik olsa daha maraqlı, daha gözəl görünərdi. Damın bir hissəsi boş qaldı. Orada bir ədəd şəkil yapışdıracağım. Quş yuvamız tam hazırdır. Bugünlük bu qədər. Bizi izlədiyiniz üçün təşəkkürlər. Sağ olun. Növbəti videolarda görüşənədək.